Talış yazır ki Kur'an'ın Rum suresinde, Bəqərə suresinde, İsra suresinde ruzi barəsində danışarkən buyurur Allah istədiklərinin ruzisini artırar, istədiyin azaldar, istədiyin genişləndirir. Necə bilmək olar Allah bizi istəyir yoxsa yox? Maraqlı sualdır. Bir de oxuyuram sualı. Buyurur ki Allah istediğinin ruzisini artırar, istediğin azaldar, istediğin genişlendirer. Necə bilmək olar ki Allah bizi istəyir yoxsa yox? Gəlin birinci ona nəzər eləyək ki insan ana bətnində olarkən Allah Təbarək və Teala onun ruzisin təyin eləyir. Hələ Allah ona ruh verməyib. O uşaq ana bətnində formalaşır. Allah onun ruzisini təyin eləyir. Amma burada bir nöqtə var. O təyin olunan ruzini o adam ələ gətirə də bilər, gətirməyə də bilər. O ruzini artıra da bilər, onu azalda da bilər. Bu necə olur? Məsələn, Qur'an-ı Kərimdə Əl-İsra surəsində buyurur ki, "Və ma kana ata'u rabbika mahlula." Allahın ətası, Allahın rəhməti, Allahın ruzisi, Allahın bərəkəti bu dünyada heç bir kəsə yasaq oluna bilməz. Yəni bir adam müsəlmandır, Allaha namaz qılır, Allah ona ruzi verəcək. Bir adam kafirdir, Allaha söğüş verir, Allah onun ruzisini verməyəcək, bu yoxdur dünyada. Allah insanı yaradıb, Allah onun ruzisini verir. Amma necə? Cümə suresinin 10-cu 11-ci ayələrinə baxın. Allah buyurur, "Fəiza uziyyətis səlat." Elə ki namazı qıldız qutardınız, namaz qılındı qutardı, "Fəntəşiru fil ərz." Dağılın yer üzündə. Gedin kəsbi üzün dalıca. Get ticarət elə, alver elə, zəhmət çək, "Vəbtəğu min fəzlillah." Allahın fəzlindən əlvə gətir. Mən 4 yol deyəcəm ruzini ələ gətirməyin yolun. Bunun biri budur ki insan dünyada